Gününüz aydın olsun güzel Azərbaycan xalqı. Bu Kapital Bankın kartıdır. Yəni söhbət burada Kapital Bankın reklamından getmir. Bu digər kart da ola bilərdi. Sadəcə bu məni sərf edir deyə kapitaldan istifadə edirəm. Nəyə gətirəm əziz xalqım sözümü? Bu kartı mən nəyə ayırmışam? Allah bütün balaları saxlasın. Bu kartı mən ayırmışam evladım üçün. Bu il məktəbə gedir. Və mən ondan şərt kəsmişəm. Sən mənə qiymət gətir, müəllimdən yaxşı xəbər gətir, hansısa bir xoş sözləri eşidim və mən bu sənin kartına pul atım. Təbii ki, attığım pul, yəni bu, mən də sizi kimi kasıb bir insan, attığım pul elə böyük bir məbləğ deyil. Yəni bunu siz də elə bilərsiniz. 1 manat belə ata bilərsiniz, məsəl üçün bir qiymətə, hansısa bir yaxşı bir müəllimin yaxşı tərifinə. Demişəm, mən bu kartı verib ona təklifimi eləmişəm və şərtlərimi qoymuşam. Demişəm, sənin qidandır, digər təminatlarındır, bunları qoyduq qırağa. Sənin digər maraqların, hansı ki, uşaq vaxtdan onu istəyirəm, məsəl üçün iqruşkadır, oyuncaq və yaxud da digər maraqlar. Sən mənə qiymət gətir, yaxşı oxu, qiymət gətir, mən sənə kartına pul atıb və ondan al. Və bu yaxınlarda da kartına yığılan puldan telefonu xarab idi. 6 ay idi ki, telefonu xarab idi, telefon deyirdi. Və mən həmən pulundan da, attığım pulundan da ona bir yüngülvari bir telefon aldım. Və ona da başa saldım ki, bala bunu sən qazandın. Mənə qiymət gətirdin, sən qazandın. Nəyə gətirəm əziz xalqım? Yəni bu, o vaxtlar bizə məsləhət verirdilər, atalarımız xüsusən də bir nağıl kimi danışardı. Məsəl üçün köhnələr eşidib bunu. Ata o da atır pulunu, evlad götürmür, sıfır reaksiya. Sabahsı gün gələn də atır o da, evlad götürmür. Amma elə bir vaxt gəlir, zaman gəlir ki, oğul özü qazanmağa başlayır. Deyir, bala, nə qazanmısan? Gətirir atasının qabağına qoyur və atası götürür o pulu, oğlun pulunu atır oda. Oğlu gedir əlini salır, oddan götürür o pulu. Deyir, ata bunu niyə elədin? Deyir, bala, neçə vaxtı mən öz qazancımı atıram ora, səndə sıfır reaksiya. Heç yəni onu da fikirləşmirsən ki, ata onu nə cür qazandı, neynədi, bu pul hardan gəldi. Ancaq öz qazancının qədrini bilirsən. Əlinə atdın, əlinin yanmağına baxmayaraq o pulu, çünki sən əziyyətlə qazandın. Ya nə deyirəm, bugünkü gün körpələrə, balalara biz durub haradasa istismar eləməli deyilik ki, məsəl üçün get, məsəl üçün bəzi valideynlər var da, uşağı yollayır 15 yaş var, oxumur, qoy gitsin pul qazansın. Neynəyəcək? Oxuyub neynəyəcək? İstismar edir. Mən adam tanıyıram ki, evlatların hamısı istismar edir. Yollayıb bir şey gücə. Təbii ki, hamısı kasıbçılıqdan irəli gəlir. Allah xalqımızı qorusun. Allah hamıya kömək olsun. Sadəcə nəyə deyirəm? Bugünkü gün uşağın əziyyət çəkməyi, körpə uşağın 1-ci sinifə gedən uşağın əziyyət çəkməyindən mən nə bəhrələnə bilərəm? Hansı bir, necə deyim, faydalana bilərəm? Onu mən təbii ki, işə də yollayası deyirəm və yaxud da hansısa bir əziyyəti verməyi də özümə qəbul eləmərəm. Sadəcə onun bugünkü gün çəkəcəyi əziyyət onun oxumağıdır. Və o da başa düşsün ki, bu həyatda pul qazanmaq üçün nəyisə əldə eləməkdən ötürü oxumaq lazımdır. Və əziz valideynlər, demirəm, məhz bu cür variantları əl atın uşağınızı oxutmaqdan ötürü. Çalışın, onlardan nəyəsə maraq oyadın. Hansısa bir maraqlar oyadın və məcbur eləyin oxumağa. Qoy maraqla oxusun. Da fikirləşməsin ki, bu mənim borcumdur. Bəli, oxumaq onun borcudur, amma o körpə uşaq bilmir ki, borc nədir. Ancaq onun maraqları olmalıdır. O bugünkü gün maraq oyanmalıdır onda ki, mən demək, bir gün telefon aldım, mən öz evladımdan götürüyorum. Mən bir gün oxudum, atam mənim kartıma pul atdı və mən yığdım, özümə telefon aldım. Demək ki, qoy biraz da yaxşı oxuyum. Planımda var, məsəl üçün skuter var, planımda var qəşəng velosiped almaq. Qoy pul yığım və onu alım, oxuyum. Yəni bu prinsipdən uşaq başlasın oxumağa. İndi də bugünkü gündə məqsədi nədir? Ata, pul yığaq, mən sənə qiymət gətirəcəm, yeni ildə gedək harasa gəzməyə. Bu artıq o uşağın beyninə oturub. Beyninə oturub ki, mən nəyisə əldə eləmək üçün oxumalıyam. Və bir tövsiyəm, xahişim bu valideynlərə. Uşaqlarınızı ay oxumur deyin, bir şey eləməyin. Yəni ki, laqeyd yanaşmayın. Bilirəm, bugünkü gün təhsil zəifdir, sıfır dərəcəsindədir, bugünkü gün müəllim tuta bilmirsiniz. Amma çalışın ən azından məktəbdə keçən o müəyyən bir dərslikləri, hansı ki, uşağa gələcəkdə lazım olacaq. Xüsusən də bu dəqiqə iqtisadiyyat dünyasıdır. Çalışın riyaziyyatı, müəyyən bir fənləri, məsəl üçün ingilis dilini, beynəlxalq aləmdə özlərinə yer tapmaqdan ötürü hansısa bir işi görmək üçün ingilis dilidir, məsəl üçün rus dili lazımdır müəyyən bir yerlərdə. Dil öyrədin, nə bilim, müəyyən bir fənlərin üstündə çalışın əziz valideynlər. Mən bu cür variantları niyə məsəl üçün uşağa təbliğ edirəm ki, uşaq oxusun. Uşaq oxusun, çünki yəni savad dövrüdür, təhsil dövrüdür. Bugünkü gün sabah o sənət, zat hamısı boş şeydir. Hamısı bu gün var, bu gün 5 manat çörək qazanmaq üçündür. Amma sabah ona ehtiyac olmayacaq əziz xalqım. Ona görə bu cür variantlardan istifadə edin. Hər yola əl atın. Yetər ki, evlatlarınız oxusun. Allah xalqımızı, dövlətimizi qorusun. Allah bütün balaları qorusun. Allah sizlərin əziyyətini itirməsin. O balalar sizin əziyyətinizə dəyər versin. Allah xalqımızı, dövlətimizi qorusun.